Şamaxıdan sabahınız xeyir. Bugünkü videoda mən sizə Şamaxı şəhərini göstərmək istəyirəm. Həm də özüm gəlib bu şəhərə baxmaq istəyirəm. Sözün açığı bir neçə dəfə burada olmuşam, amma şəhərin özünü belə gəzməmişəm. Ona görə bilmirəm burada maraqlı nələr var. İndi gedim görüm də gəzə-gəzə baxım, həm də sizə göstərərəm. Nə ki səhərdir, səhər saat burada qalmış, saat 9'dur, qeyri-iş günüdür. Məncə ən yaxşı vaxtdır gedib şəhərə baxmaq. Yenə də həmişə olduğu kimi dəqiq bir konkret planım yoxdur. Hara gedim, necə gedim, elə gəzə-gəzə gedib baxacağam. Bu arada kim Şamaxıdan bu videoya baxırsa, lənət olmasa videonu bəyənin, kanala abunə olun. Mən də gedim yavaş-yavaş şəhəri göstərim sizə. Əvvəl ən yaxşı yer elə bazara getməkdir. Gelin bir soruşum burada. Qardaşım sabahınız xeyir. Qardaşım bazar burada hardadır? Uzaqdadır? Şəhərin bir bazar. O tərəfədir də. Heç də oldu. Gedək də, gedək. Salam aleyküm. Uzaqdır? Biraz var. Biraz var. Gedək də onda yavaş-yavaş. Mən video çəkirəm amma siz kamera düşə bilər. Problem yox. Maraqlı nə var burada? Ara gedə bilərəm. Yəni tarixi yeri yoxdur, belə turistik kimi yeri yox. Mən belə YouTube üçün video çəkirəm. Gündəlik şey. Maraqlı yerlər. Yəni bazara yerəm, nə bilim. Siz ara belə yersiniz hər tərəfdə? Dərsə. Gün bayramda axı. Hazırda yürüdü. Hansı üstə sənəd verəcəksiniz? Tip bunu sizcə? Tip? Tip ikinci qrupdur. Yox, mən 4-də. 2-yə. Sən qardaş bəs? Ara verirəm. Hansı peşə, hansı fən üzrə? Şamaxı istəyirəm. Yox, hansı fən üzrə, hansı fən? Tarix, coğrafiya. Ne bunlar çək, kurslu uşaqlarım. Nə? Bunlar kimdir? Yuxarıda belə kursumuz da var. Siz görmək istəyən gedək oraya. Olar, olar. Yəni gecikmərsiniz, yoldan eləmişsiniz, yox. Bu nədir? İnternet klub olub, yoxsa nə? Adın nədir? Mustafa. Adınız necə olur? Süleyman. Süleyman, sən? Nahid, lap yaxşı. Bu nədir? Bura kurs. Kurs burada. Yəni məktəbdir, yoxsa nədir bu? Yox, kurs. Məktəb kimi də burada qalanlar da olur. Hazırlıq məktəbləri nə yaxşı. Oradı bizlər. Siz də tam başqa hazırlığa gelsən. Bu biri buradadır, sonra başqası da var orada. Yoxsa siz indi kursa gelirsiniz də hazırlığa? Yox, Fərdi, Əmi, sən tutmaca girərsən. Şöbə görərsən. Şöbə görərsən. Fayton market. Bir dənə də svetofor var. İki dənə svetofor var. Biri burada, biri qabaqda. Qabaqdakı svetofordan sola dönürsən. Oldu. İkinci svetofordan sola. Oldu, çox sağ ol. Sizə də uğurlar. Sağ ol. Sabahınız xeyir.
Həsən bazar hansı tərəfdədir? Qabaqda. Bazar düz getdi, axıracan. Aha. Svetofordan sola Sola. dönərsən. İkinci svetofor. Ha, ikinci çox sağ olun dayı. Ha? Şamaxını çəkirəm. Ha, çəkim də, yəni mən YouTube üçün çəkirəm. Yəni, hə, şəhər barədə yəni maraqlı yerlər nəyi görə bilərəm dayı? Elə hamısı maraqlıdır. Ha. Evet, sağa da dönsün, sola da dönsün. Ha. Baxın, gözəl yerdir. Yox, bilirəm hə, yəni Buradan aşağı dönürsən bu svetofordan. Aha. Oradan da gedib bir qədər aşağı gedərsən, yenə qayıdarsan o birisi yolla bazar tərəf. aha, əvvəl deyirsiniz ki, belə ikinci svetofordan dönür, yoxsa Yox, birinci? bazara gedirsənsə, Aha. buranı get, Birdən sola ikincidən, ikincidən sola Aha. dönərsən. Amma aşağıdan Yəni, öyrəsin. aşağı düşüb gəzib qayıda bilərsən də belə. Ha, elə bir İcra azad hamısı aşağıdadır. Ha, bəlkə elə bazara yalnız o tərəfə qayıdacam, Get yəqin bazara, elə gedim hə. So. Bazara get, sonra gedirsən. Ha, so, oldu. Çox sağ olun. Sağ ol, var, sağ ol, sağ ol. sağ ol. O belə də olur da. Yəni kimsə deyir ki, nəyə çəkirsən, çəkmə, bir dənə belə insanlar da var, belə mehriban insanlar var, deyir ki, yəni, bizi də çək. Yəni şəhər barədə məlumat, maraqlı da məlumat da verirlər. Gələ-gələ elə şəhərə baxıram. Lombard yeri. Sabahınız xeyir. Necəsiz? Hə. Salam əleykum. Hə. Şamaxda bir nömrə. Bir halal dönər Allah yaxşı. Hə. Amma hələ yox təzə açılmış. Hələ ki dönər yox. Sən hə, so. Heç. Lap yaxşı. Yəni bazar o tərəfdədir. Buradan gedirəm də deyəsən. Hə, so. Hə, lap yaxşı. Evet, oradan sola. Sonra kanal şey öz kanalımdır. Sonra yəni YouTube-da taparsınız. Nə vaxt çıxacaq? Yox, yəqin nə bilim, həftə sonu yəqin çıxacaq da. Onu yəni düzüb qoşmaq lazımdır inşallah şey eləyərəm. Oldu. Çox sağ olun. Sağ olun, sağ olun. Dediyim kimi kimsə deyir məni çəkmək, kimsə deyir ki, kimsə belə mehriban olur, yəni rahat kameraya danışır. So, bu da o həmin o ikinci svetofor. Bazar da deyirsə qabaqda o tərəfdə olmalıdır. So. Bu da Şamaxı bazarına giriş. Görək burada maraqlı nələr tapırıq. Salam bibi. Necəsiz, yorulmayasınız? Hə. İtiraz edirəm ki, mən özümü çəkirəm biraz şeydir. Harda? Ha, yox, burada kamera göz özümü çəkirəm. Yox, siz yəni siz istəmirsiniz mən sizi çəkməyəcəm. Hə. Hə. Pendirlərinizi çəkmək olar? Çək. Hə. Bir də hansından alım sizdən? Hansı pendirdən alım? Hansı məsləhət görəsiniz? Bax, bu təzə bir ayın pendiridir, bu 2 ayın pendiridir. Aha. Ala bax. Bir dənə dadına baxın. Bu biri. Bu da biri. Elə ikisi də yaxşıdır. Hə, ikisindən də qoyun da. Hə, verin də. Verim də. Bir dənə bu pendirdən verərsiniz. Biraz bundan, biraz da bundan verərsiniz. Çox olmasın, bir çox, çox bəsdir. Bəsun deyil. Hə? Bəsun deyil. Hə, polnu bəsdir ya. $620 qırır. Aha. 10 manatdan nə eləyir? O nə qədər? 10 manatdan, Hə. 10 kilosu 10 manatadır da. Hə, Yəni 7 manat edir də. Hələ 7 manat eləyəcək. Hə. Biraz artıq gəldi mənə zərər. Yox, mənim üçün çox olar, yəni hə.
Salam aleyküm. Ha? Gör baxın mən hansı meyvədən nə alım sizdən? Ha. Çəksən problem deyil meyvələri. Ha? Hazır ki bazardan cazalmısanız. Ha almışam ha. Müəllimlə danışdım. Çəkməyə problem deyil, o kirpi jurnalı vuracaqsa problem. Hansı? YouTube'da olacaq. Yox. Üstüvə atacaq. Ha, YouTube'da da. Nəysə baba. Bak. Görüm nə alım sizdən? Belə bax gedə də bilərsən, narahat olma. Yo, mən almaq istəyirəm də. Almaq istəyirsən nəsə. Həm baxmaq istəyirəm, həm də almaq istəyirəm hə. Tamdır. Bax, sonra deyim mən çəkim. Aha. Şu. İçərilərin dadına baxmaq olar. Buyur. Bunlar neçədir? Baba 1.30. 1.20 almaq qardaşsan. Bir kilo çərə verəs. Gəlsən amma bir qaba, Ha? belə qaba, elə bu qabda çəkim, salafana qoyum, qaşa bırakım, qoyasın maşına. Plasmasa. Hə. Plasmasın yerini çıxacaq. Mən heç fərqi yoxdur. Elə belə kuloka da olar, o problem deyil hə. Tamam. Gəlin birdən gec gedərsiniz. Araba olmaz. Getməyinə gec deyəndə ki, nə bilim 2-3 saatdan sonra gedəcəm də. Hə, inşallah. Qadın yerinə mi belədən? Nə kanalda yesin şeyi? Ha? Nə çəkiyorsun? Özüm üçün yəni şeydir də, yəni şəhəri gəzirəm, baxıram. Necə bölüyorsun? Şəhəri yox, Azərbaycanın xarici ölkələri. Allah. YouTube var da sizdə yəqin. Yəni ha, baxarsınız. Hələ bu kanalımdır. Tamam. Ha, YouTube'da baxarsınız. Burada yəni yeməyə yer var. Hə. Orada kafe görmüşəm. Yuxarıda. Ha, yuxarıda orada da hə. Orada qəşəng yeməklər var. Hə. Ancaq yuxarı çıxmaq istəyirsən maşın varsa, Aha. piyadasın. Yo, maşını saxladım məscidin yanında. Piyada gəldim məscidə Onda bura. ged o da yuxarıda ye, qəşəng havalar verir. Və yo, səhər yumurta pomidor da olar orada, bilmirsən? Olar. Desöz pişəcək. Hə, oldu. Çox sağ olun. Yorulmayasın. Sağ ol. İşte. Pendir, bir də meyvələr. Onları aldım. Deyirlər ki, orada qəşəng kafe var. İndi gəlin baxım orada. Yemək nə var? Yemək də yeyim orada. Salam aleyküm. Burada yemək verirsiniz? Yəni çayxanadır burada. Yemək var ha. Hə. Yumurta pomidor da var. Yumurta pomidor, hə? Ha? Yo, bu şey kamerada özümü çəkirəm. YouTube üçün, bax. Sizi çəkmirəm, özümü çəkirəm. Problem deyil ki, burada biraz çəksəm. Hə. Bəli. Burada otura bilərəm. Hə. Salam aleyküm qardaşım. Yumurta pomidor var. Güzel. Hə, bir dənə yumurta pomidor. Nə bilim, yanında pendir zad verəsiz, bir dənə də çay. Pendir verim, yumurta pomidor, xiyar salatı, sveji. Hə, olsun. Bir dənə də çay. Bir dənə də çay, hə, əla. Çox sağ ol. Yeməyə də gəldi bu pomidor yumurta, sveji xiyar, pendir, çay və çörək. İndi dadına baxın, görüm necədir. Çox yaxşıdır, biraz pisdir. Amma əladır. İndi yeməyimi yeyim, sonra da videonu davam edəyəm. Yeməyi də yedim. Çox qəşəng yemək idi. Pomidor yumurta super idi. İndi gedək. Biraz da şəhəri gəzək, baxaq. Belə də yaşayış binaları burada cəmaət yaşayır. Dediyim kimi, yəni yaşıllıq çoxdur, hər yerdə ağaclardır. Yəni hava da yaxşıdır, sərindir. Burada məsələn, nə bilim,
Hansısa tərk edilmiş bir yer, bilmirəm burada. İşarə də yoxdur ki, bilək burada vaxtı ikən nə olub. Kim bilirsə, yəni zəhmət olmasa kommentlərdə bildirin də. Gəzə-gəzə Yusuf məscidin yanına, amma dediyim kimi orada yəni ekskursiyalar var, amma yenə də dedim baxın. Buradakı məscid çox qəşəngdir, burada bir-iki dəfə olmuşam. İndi gəlib göstərərəm sizə. Deməli, məscid 743-cü ildə inşa edilmişdir. Sonra 1859-da və 1902-ci illərdə zəlzələ nəticəsində ziyan dəymişdi bu məscidlərə və son olaraq 2010-2013-cü illərdə əsaslı bərpa işləri görülür və məscid təmir olunur. İndi gəlib o sizə o məscidi göstərərəm. Dediyim kimi adam çoxdur. Bilmirəm, hansısa məktəbdən ekskursiya gəliblər ya da nə bilim. Çox güman ki, hansısa məktəbdən ekskursiya kimi gəliblər. Bir də təbii ki, turistləri də bura gətirirlər. Turistlər də burada olacaq təbii ki. Amma yenə də biz də gedib baxaq. Belə. Dediyim kimi bu məscid çox qəşəngdir. Mən burada olmuşam. Belə göstərim sizə. Gördüyünüz kimi, yəni çox qəşəng bir yerdir. Burada da gördüyünüz kimi yəni ibadət üçün yerdir. Quran-ı Kərim var burada, yəni kimsə gəlib məsciddə oxumaq istəyirsə götürüb rahat oxuya bilir. Dediyim kimi çox gözəldir, yəni çox qəşəng bir yerdir. Məscidin belə həyətində də belə bir qəşəng ağaclıq var. Biri bu tərəfdədir, burada.